Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün yeniyetmə və gənclərdə destruktiv pozuntulardan danışacağıq, səbəbləri və profilaktikası. Təbii ki, mövzu ətrafında müzakirə etmək üçün studiyamıza dəyərli mütəxəssislər dəvət etmişik. İlk olaraq onları sizə təqdim edim. Tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin Psixiatriya Kafedrasının dosenti, doktor Araz Mançöhrü Laleyev. Doktor, xoş gəldiniz. Eyni zamanda Bakı Dövlət Universitetinin Psixologiya Kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq Kamilə xanım Kazımova. Kamilə xanım, xoş gəlmişsiniz. Təşəkkür edirəm, çox sağ olun. Eyni zamanda bizə bir azdan qatılacaq bizim həkim psixoterapevt Elmir Əkbər. Hər birinizə öncəliklə dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Bugün əslində çox gözəl bir tədbirdən elə oradan çıxaraq birbaşa efirə gəldik. Həkim psixoterapevt Elmir Əkbərin elmi işinin ilkin müzakirəsi idi. Ona görə də Elmir doktor biraz sənədləşmə ilə bağlı zaman gecikməsi yaşayır. Elə mövzu bugün bizim müzakirə etdiyimiz mövzuydu. Yeniyetmə və gənclərdə destruktiv pozuntu. Doktor, Kamilə xanım, icazənizlə istəyək başlayaq doktor sizdən. Destruktiv pozuntu deyəndə ilk olaraq nəyi başa düşməliyik? Ümumiyyətlə nə deməkdir bu pozuntu? Buyurun. Destruktiv pozuntu deyəndə bizən birinci daha düzgün olardı biz deyək ki, destruktiv davranış pozuntusu. Bu daha düzgün olardı. Amma ümumiyyətcə sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, birinci başlamaq lazımdır deviant pozuntusu. Deviant nədir? Deviant yəni o deməkdir ki, şəxsiyyət, hansısa şəxsiyyətin onun davranışı norma çərçivəsinə daxil olmur. O norma ki, bu cəmiyyətə xas olan norma. Bu kulturaya saf olan norma. Məsəl üçün, başqa bir ölkələrdə qız xeylağı əgər 16 yaşda desə ki, mən atasız, anasız yaşamaq istəyirəm, gedib rahat yaşayacağım, o cəmiyyətdə normal davranış kimi qəbul oluna biləcək. Bizdə isə, bizim cəmiyyətdə isə çox hallarda o normal baxılmayacaq. Biz ona deyəcəyik delikvent, yəni ki, normadan çıxma davranış. Və ola bilər normadan çıxıb, ancaq cəmiyyət ona qəbul eləyir və hətta cəmiyyət onu başqaları üçün nümunə kimi göstərir. Məsəl üçün, yüksək dərəcəli empatiya, altruizm, öz həyatını hansısa bir böyük bir ideyaya həsr etmək. Biz bu pozuntunu normal qəbul edirik və ona görə davranış pozuntusu həmişə pis deyil. O yaxşı da ola bilər, pis də ola bilər. Və o negativ davranış pozuntularına biz deyirik delikvent, destruktiv pozuntu. Və bu destruktiv pozuntunun çərçivəsində çoxlu, hərəsinin öz termini var. Məsəl üçün var addiktiv pozuntu. Addiktiv pozuntu o narkotik vasitələrdən istifadə etmə və ya qida asıllığı, qumar oyunlardan asıllıq. Bu da davranış pozuntularına aiddir. Lakin indi burada da belə incə bir moment var. Əgər Azərbaycanda bir insan marihuanadan istifadə edirsə, o sayılır cinayət və destruktiv pozuntu. Amma o biri ölkələrdə hardakı o legallaşıb və onun istifadəsi norma kimi qəbul olunur, orada tamamilə başqa yanaşma olacaq. Görürsünüz ki, müxtəlif ölkələrdə, cəmiyyətlərdə, müxtəlif kulturlarda münasibət və nəinki müxtəlif, zaman dəyişikcə davranış da dəyişir. Mənim çox yaxşı yadımdadır, əgər biz tatu olan bir şəxsiyyəti görsəydik, hamısı fikirləşirdi ki, bu belə kriminal bir aləmə aid olan bir insandır. Amma indi həm cavan qızlar, həm cavan oğlanlar nə qədər tatu edirlər, onlara artıq normal baxılır. Və bax, bu nöqteyi nəzərində çox incə yanaşmaq lazımdır bu suala. Dəqiq sərhədlər qoymaq. Harda bu
patologiyadır, harda bu normadır. Davranışdır, bəli. Bizim dəyərli doktorumuz Elmir Əkbər də nəhayət gəldi. Xoş gəldiniz, doktor. Hər vaxtınız xeyir. Salamlayıram hamınızı, tamaşaçılarımızı da həmçinin. Biz də sizi salamlayırıq. Biz elə ilk öncədə bildiriş olaraq bildirdim ki, sizin bugün elmi işinizin ilkin müzakirəsindən gəlmişik. Hansı ki, biz bugün elə həmin mövzunu da müzakirə edirik. Əslində sizə də böyük bir təbrik düşür ki, orada elə Kamilə xanım da, Araz doktor da, biz də orada iştirak qədər gözəl, dəyərli insanlar, ziyalılar, sizin şanınıza nə gözəl sözlər deyildi və ən əsası mövzunun daha çox müzakirə predmeti olan aktual mövzu olduğu vurğulandı. İndi icazənizlə istəyirəm Kamilə xanıma söz verim, sonradan sizə dönəcəyik və bu haqda təbii ki, geniş-geniş danışacağıq. Kamilə xanım, bəzən patologiya, bəzən isə doğru düzgün, belə deyək də, artıq normal davranış. Nə zaman bu artıq normal davranışdır, nə zaman artıq bu patologiyaya doğru gedir? Çox təşəkkür edirəm. Birinci tamaşaçılarımızı salamlayıram, hər kəs salamlayıram. Bugün qeyd etdiyiniz kimi icazə versəniz, mən Elmir müəllimi bir daha təbrik edim. Bugünkü o gözəl çıxışı üçün, bugünkü gözəl tədbir üçün, ilkin müdafiəsi üçün. Mən də orada rəsmi rəiçi idim. Və təbii ki, Elmir müəllim işinlə tanış oldum və bugünün çox aktual bir mövzusudur. Həqiqətən də yeniyetmələrdə, gənclərdə olan davranışın sosial-psixoloji tərəflərini araşdırmaq, aqressiyanın ora təsirini araşdırmaq, nə üçün bu baş verir, bunu necə aradan qaldırmaq olar. Yəni, çox geniş bir mövzu idi. Bir daha təbrik edirəm, xeyirli olsun və elmi rəhbərini, psixologiya elmləri doktoru, bizim dəyərli Səxavət xanım Əliyevanı təbrik edirəm ki, onun rəhbərliyi altında Elmir müəllim bu gözəl işi təqdim etdi. Doğrudan da iş belə çox tədbirə layiq idi. Bugün özünüz də bunun şahidi oldunuz. Orada olan alimlərin o elmi iş haqqında fikirlərini, bu da təbii ki, Elmir müəllimin həm nəzəriyyəni, həm praktikanı bir yerdə təqdim etməsi idi və bu yolda da ona uğurlar arzulayırıq. Sağ olun. Və dediyiniz kimi norma patologiya. Araz doktor çox gözəl vurğuladı. Elə bir şey var, hansısa bir cəmiyyət üçün bu norma sayılır, var patologiya sayılır. Amma elə şeylər var ki, əslində elə hər yerdə bu patologiya kimi qəbul edilə bilər. Yəni, normadan keçdiysə artıq bu patologiyadır. Ümumiyyətlə, Quranda da hətta bu var ki, etidal dediyimiz bir şey var, orta hədd. Hər şey normasında gözəldir. Yəni, normadan keçdikcə, ifrata keçdikcə bu patologiyadır. Bir insanı sevirsən, çox sevirsən, sevgi gözəldir, dünyanı sevgi xilas edəcək. Amma bir insanı həddindən çox sevirsənsə, bu keçdi patologiyaya. Asıllıq yaranacaq, asıllıqdır, nəticədə asıllıqdır. O insanın səsini eşitməsən, o insanın zəngini görməsən, o insanın üzünü görməsən, artıq sən həyatda yaşaya bilmirsən. Demək ki, burada normadan keçdi. Səhv edirəmsə, o da şəxsiyyətlər arası asıllıqdır. Bəli. Və doğrudan da biz qeyd etdik, Elmir müəllim işində də bunlar çox gözəl əksini tapıb və orada olan destruktiv davranışın hansı formaları, hansı növləri, necə gedir, hansı formada gedir. Doğrudan da insanların, tutaq ki, deyirəm, insan ölümü. Bu necə norma kimi biz qəbul edə bilərik? Yəni, mümkünsüzdür də. İnsan və yaxud da ki, kimisə soyur, hansısa bir quldurluq edir. Bunlar necə norma sayıla bilər? Mən artıq burada cinayət tərkibi var və yaxud da ki, asıllıqlar. Bugünkü gündə çox təəssüf ki, internet asıllığının özü. İnternet asıllığının özü kimsə deyə bilər ki, bu kimə nə edir ki də? Burada var ki, o davranışın özü, insanın özü-özünə doğru yönəlmə davranışı da var. Əgər mən internetdən asılıyamsa, mən öz həyatımda hansısa negativlərə yol verirəm, ya az yatacam, ya dərsimi oxuya bilməyəcəm, ya ailəmdə mənim asıllığımdan dolayısı, hələ adi internet asıllığını deyirəm, dolayısı mən ailəmdə problem yaradacam, insanlar məndən üz döndərəcək, vaxt onlara ayıra bilməyəcəm. Yəni, baxırsınız, saydıqca bunlar arta bilir də və yaxud da ki, başqasına qarşı sosial mühitdə olan, sosial normalara uyğun olmayan davranış göstərirəm. Hər bir cəmiyyətin özünün normaları var.
yazılmış və yazılmamış Yazılmayan qaydalar var. Var ki, bunlar rəsmi qaydalarla tənzimlənir, hər hansı bir səni məsuliyyətə cəlb edirlər. Var ki, ümumiyyətlə heç bir səni məsuliyyətə cəlb etmirlər. Amma insanların bir dənə belə bir baxışları sənə bəs eləyir. Ona görə sosial norma var, qadağalar var, sanksiyalar var. Fərdin davranışına qrupun verdiyi reaksiyadır. Yəni var rəsmi sanksiya, var qeyri-rəsmi sanksiya. İnsanların sənə münasibəti, qrupun sənə münasibəti və yaxud da ki, yeniyetmələrdən biz ən çox bizim bugünkü elə mövzuda da yeniyetmələr gənclik idi. Yeniyetmələri bu davranışa sürükləyən nədir? Hansı səbəblərdir? Necə olur ki, yeniyetmələr bura daha çox meyl edir? Gənclərdən çox yeniyetmələr müəyyən bir destruktiv davranışa meyl göstərir. Yəni bunu Elmin müəllim daha yaxşı deyər. Niyə? Çünki yeniyetmələrdə artıq bugün orada da səslənildi ki, yeniyetmə özünü böyük kimi qəbul edir. Artıq onda yaşlılığa keçid var. Çünki onun anatomi, fizioloji quruluşunda ümumiyyətlə dəyişikliklər baş verir. Yeniyetmə özünü böyük kimi aparır. Mən yaşlıyam, mən hər şeyi bacararam, amma gəlin bir şey fikirləşək ki, artıq onun real olduğu ilə istədiklər arasında bir ziddiyyət yaranır. Və bu ziddiyyət də yeniyetməni qadağalara doğru meyləndirir. Yəni bu olan halda ailələr o qədər ehtiyatlı olmalıdır ki, mən üzümü tuturam bütün tamaşaçılarımızda kimin ki evində yeniyetməsi var, çox ehtiyatlı davransınlar. Nə mənada ehtiyatlı? O yeniyetmə nə istəyir? Nə düşünür? Yeniyetmə ilə onun dilində danışmağı bacarırlarmı? Yeniyetməyə o qadağaları hansı ki o cəlb eləyir, o qadağaları, bəli, olmazları elə demək lazım deyil. Çünki olmaz dedikcə daha real gedəcəklər. Onları başa salmaq lazım. Deyil, Carnegie'nin gözəl bir sözü var. Deyir ki, əgər oğlun istəyirsə siqaret çəkməsin, onun ziyanlı tərəflərini başa sal. Sadəcə qadağan etmə. Çünki onlar qadağanı daha çox istəyəcək. Və o qadağaya getdikcə də bu dediyimiz qanuna zidd davranışlar bizim istəmədiyimiz o patologiya vəziyyətinə gedib çıxacaq. Hansı ki, biz onu düzgün davranış tərzi kimi qəbul etmirik və kənardan da başqa cür qəbul edilir. Yəni, bax, burada bu istiqamətdə biz baxanda görürük ki, biz necə edək yeniyetmələrlə davranaq? Nəyi necə edək? Gənclər necə davranaq? Bəli, yəni, irəliyən dəqiqələrdə bunlar danışıb. Bu mövzu bitib tükənən bir mövzu deyil. Səbəblər nədir ki, gənclər bu yola daha çox üstünlük verir və bunun qarşısını alınmaq üçün nə etməliyik? Baxın, uzun illərə sökünəcək bir elmi peşəkarlıq fəaliyyətiniz var. Ona görə də elə bu haqda sizlər danışmalıdır. Doktor, bu mövzu günün aktual mövzusudur. Hər gündə danışılsa, yenə də Kamilə xanım vurladığı kimi yenə də bunun haqqında danışmaq bəs etməz. Bizim görmədiyimizi nələri gördünüz ki, onu elmi işiniz olaraq, mövzu olaraq seçdiniz? İlk növbədə o elmi məclisdə iştirak edən, orada zəhmət olan hər bir kəsə, təbii ki, başda mənim elmi rəhbərim, gözəl ziyalımız, bizim dəyərli ziyalımız Səxavət xanım Əliyeva olmaqla, dəyərli şəxsiyyət olmaqla, bütün orada iştirak edən bizim hər biri, yəni bir əfsanəvi insanlarsınız. Mən çox təşəkkür edirəm. Yəni bu Azərbaycan elminin karifeyləri, kimisi gənc, kimisi artıq təcrübəli. Sözünü demiş insanlar. Bəli. Buna görə hamınıza təşəkkür edirəm, dərin təşəkkür edirəm və xüsusilə də sizlərin çıxışınız elə oldu ki, mən hər üçünüzün çıxışınıza görə buradasınız deyə mən sizin hər birinizdən bir daha dərin təşəkkürümü bildirirəm. Bilirsiniz, insan öz işini təqdim eləyəndə, bu da bizim uşaqlıqdan gələn o deviyantlığın bir zərərli tərəfidir ki, onun hansısa müsbət tərəflərini deməyi mən çox ayıb hiss eləyirdim ki, mən bunu desəm ayıbdır da, yəni. Ancaq siz mənim özümdən gözəl dediniz onu. İnanırsınızmı? Mən buna çox məhəttəl qaldım. Çox təşəkkür eləyirəm ki, Araz doktor bir həkim kimi, Kamilə xanım bir peşəkar mütəxəssis, artıq bu yolu illərdir keçmiş və bizlərə dəstək olan, göstərən, kömək eləyən bir insan olaraq, inanırsınız Kamilə xanım, sizin fikirlərinizi dinləyəndə mən doğrudan da sözün həqiqi mənasında, sözün yaxşı mənasında hipnoz oldum. Çox yaxşı mənasında ki, yəni Kamilə xanım bunu necə bu formada dedi, bir böyük qismi, 99% heç mənim öz ağlıma gəlməzdi. Yerdə qalan 1% də hardasa düşünsəydim də mən onu özümün deməyimə utanardım, çəkinərdim. Amma bilirsinizmi, əsl dostlar budur ki, tam
hər şey bəzi məqamlarda hər şeyin üstü açılır da. İnsan əsl niyyətləri bilinir. Ona görə sizin hər birinizə təşəkkür edirəm və Ülviyə xanım, siz efirə tələsdiyiniz bir anda ki, yox, mən fikrimi bildirəcəm, sözümü deyəcəm, sonra gedəcəm. Çox təşəkkür edirəm ki, məni tək buraxmadınız. Əslində bu missiyanı daşıyan insanlara elm sahəsində uğur qazanmağa çıxan bir yolda hər kəsə dəstək olmaq, mən düşünürəm ki, bir vətəndaş borcudur və orada baxın, bizim ziyalarımızın hətta orada olacaq kiçik bir nöqsanları nə qədər gözəl, peşəkar və ziyalı formasında, hətta Kamilə xanımın orada kiçik bir nöqsanları kimi ki, filan yaş göstəricilər nə gözəl deməsi bu əsli peşəkarlıqdan xəbər verir və insan sadəcə orada düşünmür ki, məndə yanlış var, düşünür ki, mən necə bunu unuda bilmişəm və bir xatırlatma kimi qəbul edir. Bu özü də böyük bir dəstəkdir. Ona görə də siz də şanslısınız. Çox belə gözəl əhatəniz var deyə. Çox xoşbəxtəm. Birinci növbədə sizlərə görə mən xoşbəxtəm. Yəni Allahıma çox minnətdar eləyirəm. Daim təşəkkür, daim şükürlüyəm ki, sizləri məni tanış olmaq, dost olmaq şərəfi, xoşbəxtliyini nəsib eləyibdir. Dünyada doğrudan da bilirsinizmi, bundan gözəl, insan faktorundan dəyərli heç nə yoxdur. Və bugün siz onu mənə əyani göstərdiniz. Burada iştirak eləməyən dostlarımız da var, hamısından. Dostlarımız da deyirəm, yəni ərk edib deyirəm, karifeylər, orada siz hamınız karifeylərsiniz ki, ona görə bugünkü gün mən hələ də ayağım torpağa dəydiyini hiss əzəmətli bir eləmirəm. gün oldu, çox gözəl bir gün oldu və onun həyəcanı sizdə hələ də qalıb. Biz əyləşən insanlar onu seyr eləyə bilir ki, yəni nələr baş verir. İnsan o qədər özü həyəcanlı olur ki, biz elə efir öncəsi də elə doktor Araz bəylə də, Kamilə xanımla da bir yerdə onu müzakirə eləyirdik ki, yəni həqiqətən də sağlam, baxın, artıq peşəkarlığa doğru gedişat budur. Sağlam uğur qazanmaq budur. Elmi fəaliyyəti sağlam şəkildə əldə etmək budur. İndi artıq bu haqda geniş danışmaq təbii ki, sizə düşür. Payınız orada var. İndi o bizim görmədiyimiz o gizli məqam bu mövzu ilə bağlı nə vadar etdi əslində bu mövzunu seçməkdə? Bu qədərmi qlobal bizim görmədiyimiz onun arxa fonunda gedən gedişat var? Çünki siz də psixoterapiya ilə məşğul olan və gənc yeniyetmələrlə işləyən peşəkarlardan elə birisiniz. Nə var bizim bilmədiyimiz? Bu qədərmi ağır və ciddi durum var? Deyim. Burada ən vacib məsələ odur. Mən tam səmimi danışmaq istəyirəm. Əslində orada olan dəhşət, yəni yeniyetmələrlə, gənclərlə indi bizi seyr eləyir valideynlər, tamaşaçılar, şahidi olurlar. Hər gün nələr baş verir? Necə destruktiv qruplar, zərərli vərdişlər, evladların evdən qaçmağı və sizin hər birinizin səsləndirdiyiniz fikirlərdir. Sadəcə tamaşaçılar bunu bilmirlər bəzən ki, biz fikri səsləndiririk, amma elm o qədər kaprizlidir ki, elm ancaq random meta-analizlərin cavabını qəbul edir. Nə qədər məntiqlə sübut eləsək də, o rəqəmləri göstərməyincə, bəzən elə bilirlər ki, o insan şəkli çək, ağac şəkli çək, bu testdir. Xeyr, test bax o rəqəmlər idi. O riyazi rəqəmlər, o korrelyasiyalar, o qurulmuş müxtəlif, yəni bunları mən orasını düşündüm. Təbii ki, yenə də təbii ki, Səxavət xanım çox sağ olsun ki, yəni onun dəstəyi, onun kölgəsində bunlar hamısı mümkün oldu. Ki, bax bu sizlərin dəyərli dediyiniz sözləri nəhayət ki, biz deyək ki, bax bu faktdır. Bu sadəcə, məsələn, tutaq ki, Kamilə xanımın, Araz doktorun, Ülviyə xanımın öz savadına, təcrübəsinə söykənərək dediyi məntiqi mülahizə deyil. Bunun arxasında həm də rəqəmlər var. Elmi əsaslanan faktlar əsasında. Bax, o rəqəmlər üçün o yola çıxdıq ki, sabahsı gün artıq o da bizim əlimizdə bir fakt olaraq olsun. Ki, doğrudan da yeniyetmələr, gənclər hansı təhlükələrdən qorunmalıdırlar. Bəli. Bizim telefon xəttində tamaşaçımız var. Eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Alo. Bəli, buyurun. Salam əleykum. Axşamınız xeyir. Ekspertlərimizi salamlayıram. Əsasında Kamilə xanımı peşəkar bizim psixoloqlarımızdan biridir. Çoxdandır o efirlərdə olmur.
Kamilə xanımı tez-tez efirlərə çağırmaq lazımdır Bəli, ki. biz artıq onu hər həftə efirimizə çağırmağı Bəli, düşünürük. bəli. Çünki çoxdan yoxdur efirlərdə. Kamilə xanıma bir sualım var ki, Kamilə xanım, panyataq xəstəsi olan insanda hansı davranış pozuntuları olur? Bax, bunu bilmək istəyirəm. Panik ataq xəstəliyi olanlarda Bəli, davranış pozuntusu hansı olurmu? davranış pozuntuları olurmu? Onun elementləri necə olur ki? Nədən bilmək olar? Nə dedi? Panik atak. Sualı Mümkünsə panik sualın atak dediniz. ilkin mərhələsinə geri dönüş edək bir də. Siz panik ataq xəstəliyi vurğuladınız. Bəli. Məndə panyataqdır, bəli. Panik ataq xəstəliyində hansı davranış əlamətləri olurmu? Ümumiyyətlə olurmu? Olursa hansı əlamətlər fonunda özünü göstərir? Axşamınız xeyir olsun. Sual üçün təşəkkür edirəm. Təşəkkür edirəm. Var olun. Panik atakda, yəni müxtəlif əlamətlər özünü göstərə bilər. Fərz edək, tutaq ki, birinci onu deyim ki, panik atakda tutmalar necə tutur? Onu yəqin ki, ehtiyac varmı deməyə? Yəni tutmalar qəfil fərqi yoxdur. Harda olur olsun tuta bilər. Çünki həm daxildən gələ bilər, ən çox əsasən şuuraltı səviyyədə olur, yığılmışlar olur, oradan ki, nələrsə insana təsir göstərir, tutmalar ola bilər, tutma şəklində. Əlamətlərdən ən çox ürək döyüntülərinin sürətlənməsi, həddindən artıq ürək başlayacaq sürətlə döyünməyə, insanda ağız quruluğu ola bilər, nəfəs darlığı ola bilər, həddindən artıq həyəcan, pik vəziyyətə çata bilər, ölüm qorxusu insanda ola bilər, həddindən artıq çox narahatçılıq ola bilər, baş gicəllənməsi ola bilər. Yəni, bir çox bax, bu cür əlamətlər varsa, ondan şübhələnmək olar. Amma bir şey deyək ki, heç vaxt konkret olaraq hansısa, indi çox gözəl vurğuladı Elmir müəllim burada, ki, insana konkret bir nəyisə, bir əlamətə görə hansısa bir diaqnozu qoymaq olmaz. Yəni, onu araşdırmaq lazım ki, bunda bu panik tutmalarıdırmı doğrudan? Bəlkə fobiyaların özü panik tutmalarının fonunda ola bilər. Amma məsələn, tutaq ki, fobiyaların, panik tutmalarının fərqi ondan ibarətdir ki, fobiyalarda konkret olaraq hər hansı bir, tutaq ki, məndə lift fobiyası var, liftə girəndə artıq məndə panik tutması başlaya bilər. Və bu əslində panik tutması deyil. Fobiyanın sonunda bəli, panik tutmasıdır. Və yaxud da ki, klastrofobiya var, bağlı yerdən mən qorxuram, bağlı yerdən mənim fobiyam var. Artıq mən, olub ki, pasiyentlərdən deyib ki, bu dəqiqə bilsəm ki, bu qapı bağlanacaq, mən burada ürəyim dayanar. Artıq onun paniki tuta bilər. Və yaxud da ki, sosial fobiyası var, cəmiyyət içinə çıxanda artıq bunda paniki tuta bilər. Ona görə birinci onu araşdırsınlar ki, bu hansıdır? Çünki fobiyalarla panik tutmalarında, panik atakın əlamətləri çox bir-birinə oxşardır. Bunu birinci aydınlaşdırsınlar, mütəxəssisə müraciət etsinlər və sonra isə təbii ki, onu aradan qaldırması yolları ilə bağlı düşünsünlər. Sualınız üçün təşəkkür edirəm, çox sağ olun. Bəli, biz də təşəkkür edirik. Yəni, bəzən də düşünürlər ki, panik atak xəstəliyi daşıyıcısıdırsa, bunda davranış pozuntuları mütləq olmalıdır və yaxud da var. İndi bunu konkret olaraq ona sual verdik ki, yəni ola bilərmi? Aydınlıq gətirim. Panik atak, yəni məhz panik atakdır deyə davranış pozuntusu yox. Ola bilər ki, indi demədi ki, ən azından heç olmasa xəttə idisə, neçə yaşı var onu bizə deyərdi, yeniyetmədirmi, gəncdirmi, hansı vəziyyətlərdir və ümumiyyətlə onun hansı başqa əlamətləri var. Panik atakı olan da ola bilər, destruktiv hər hansı bir davranış pozuntusu olsun. Ola bilər ki, onu belə deyək də, belə bir fikir var ki, yeniyetməlik dövründə fərzdə nizamsız qruplara qoşulma deyə bir şey var. Nədir bu nizamsız qruplara? Hüquqi cəhətdən, hüquqi normalara zidd olan qruplarda olurlar. Və belə olan halda davranış pozuntusu ola bilər. Və yaxud da ki, yeniyetmələrimizdə, gənclərimizdə, ümumiyyətlə, belə deyək də, zəmanəmizin, bilmirəm, gözəl bir söz vurğulandı burada Elmir müəllim tərəfindən də ki, bilmirəm ona pozitiv baxaq, negativ baxaq, nə mənada ki, hamının bir internet problemi var, şəbəkələr problemi var. Düzdür, internetdən pozitiv istifadə edən insanlar var. İnternet bizim əlimizin altındadır, bir anlıq hər şeyi götürürük. Amma ola da bilər ki, internetdən həddindən çox istifadə edir. Çünki bilirəm, telefon asılılığı və s. Bu artıq, burada ikinci bir məsələ gedir və bəzən onun özü gətirib hansısa bir xəstəliyə çıxardır. Bax, bu da ola bilər. Bəli. Ona görə dəqiqləşdirmək lazımdır, aydınlaşdırmaq lazımdır. Bizim reklam fasiləsinə ayrılırıq. Reklam fasiləsindən sonra yenidən müzakirəmiz davam edəcək. Reklamlar. Reklam fasiləsi bitdi. Müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, bugün yeniyetmə və gənclərdə destruktiv pozuntular səbəbləri və profilaktikasından danışırıq.
Araz doktor, bunu təbii ki, haqqında danışdıq. Çox geniş vüsət almış bir formadır. Ailələrdə uşaqlarımızda demək olar ki, hər ailədə bir uşaqdır da olmasa, 2-3 ailədən bir demək bu davranış pozuntuları hardasa artıq özünü göstərir. Biz bunun yaranma səbəblərindən danışaq. Niyə yaranır? Nə baş verməlidir ki, bizim uşaqlara, yeniyetmələrdə bu davranış pozuntuları yaransın? Bəli, bilirsiniz, bunun yaranmasında təbii ki, ən birinci rol oynayır genetik faktor. Genetik faktor. Mən demirəm ki, mütləq davranış pozuntusu genetika ilə keçir. Lakin genetika ilə xasiyyət keçə bilər. Və bu xasiyyət, hansısa bir xasiyyət gələcəkdə davranış pozuntuna keçə bilər. Məsəl üçün, biz bilirik ki, hiperaktiv uşaqlar, əgər onlar vaxtında onların qarşısına, onları normal müalicə etməsələr, normal bir istiqamətləndirməsələr, gələcəkdə bu hiperaktiv uşaqların, məsəl üçün, narkoman olmaq, cinayət törətmək, meyilliklər daha yüksək olur, nəinki başqa qrup uşaqlarda. Niyə görə? Ona görə ki, belə bir uşaq normal cəmiyyətdə, məktəbdə, bağçada, ailədə özünü normal apara bilmir. Bu həmişə qalır, həmişə istəyir nəsə bir təzəlik bir axtarır və bu təzəliki evdə yox, başlayır küçədə və haradasa başqa yerdə tapır. Və ona görə belə uşaqda gələcəkdə ola bilər, bəli, belə pozuntu ola bilər. Və ya götürək belə bir, məsəl üçün, flegmatik tipli uşaq, o ki, özünə qapamağa meyillidir, o öz daxili aləmini yaratmaq belə bir meyilliyi var və valideynlər belə uşaqdan ləzzət alırlar ki, sakitdir, oturub qıraqda, səs-küy salmır, heç bir işə girişmir. Müəllimlərin də xoşu gəlir ki, uşaq danışmır, təşəbbüs göstərmir, baş ağrısı vermir. Və uşaqda bax bu davranışı tərbiyə edirlər. Və uşaq görür ki, mən belə davranış eləyirəm və mən istədiyimə nail oluram. O onsuz da istəyir ki, heç kəs ona fikir verməsin, tənha qalsın. Bu daha da buna nail olaraq və biz gələcəkdə görə bilərik belə bir uşaq, məsəl üçün, internetdən asılı olan uşaq. Yəni ki, o real aləmdən çıxır, keçir virtual aləmə. Və bu virtual aləmə keçəndə, o virtual aləmdə o nə yaşayacaq, nə görəcək, onu bir Allah bilir. Və ya bilirsiniz, bir dənə belə bir eksperiment aparmışdılar. Dəqiq bilmirəm nə zaman olmuşdu. Amerika alimləri, onun da adı sonra oldu Kukla Bobo. Bobo deməli, bağçada böyük bir dənə kukla qoyurdular. Kuklanın adı Bobo idi. Və böyüklər keçəndə hərəsi kuklaya bir dənə şillə vururdu. Keçirdi bir dənə şillə, keçirdi bir dənə şillə. Və uşaqlar görürdülər ki, böyüklər uşaqları bu kuklanı döyürlər. Və yavaş-yavaş bütün bu uşaqlar başladılar bir-bir qalxmağa və kuklaya şapalaq vurmaq. Və yavaş bir neçə müddətdən sonra bunlar görürlər ki, bunların davranışı elə olur ki, bunlar kuklanı əməlli başlı təpikləyib döyürdülər. Və bu onu göstərir ki, davranış pozuntusu ətraf mühitdə uşaq baxaraq böyüklər nə edir, onu təkrar edir. Və ya bilirsiniz, davranış pozuntusunda rol oynamaq da böyük, vacib bir yer tutur. Məsəl üçün, belə bir müalicə var, rol oyunu. Ən yaxşısı o Stanfordski Universitetdə belə bir eksperiment olmuşdu. Deməli, orada nə edilər? Orada tələbələr öz şərti surətdə biri bölündü dustaq, biri olundu qarolçu. Və bunları xüsusi bir yerə yerləşdirdilər və dedilər ki, sən oynayacaqsan dustaq rolu, sən oynayacaqsan qarolçu rolu. Və hətta bir film də çəkmişlər bundan. Bu real olan bir faktdır və qısa müddətdən sonra o eksperimenti dayandırdılar ki, cəmaat o qədər rola girmişdi ki, qarolçular dustaqların başına oynaşırdılar, halbuki yaxın dostdurdular və dustaqlar hazırlayırdılar üsyan qaldırmaq ki, bunları vurub öldürsünlər, döydürsünlər, bir azadlığa çıxsın. Bax, bu faktorda, görürsünüz ki, bu faktor oynayır. Sonra, əgər insanda, məsəl üçün, hansısa bir xəstəlik nəticəsində və
bilirsiniz, mütləq deyil ki, insanda olsun psixik xəstəlik. Mütləq deyil. İnsanda ola bilər sadəcə somatik xəstəlik. Məsəl üçün, şəkər xəstəliyi, infarkt xəstəliyi və ya hansısa bir qüsurlu olan insanda təbii ki, o insanın da davranışı dəyişir və o insan başqa cürə davranacaq. Və biz bilməliyik ki, hər bir yaşa uyğun, bax siz bayaq dediyiniz kimi, hər bir yaşa uyğun öz psixologiyası var və bu psixologiyadan gəlir davranış pozuntuları və bunun hamısına diqqətlə yanaşsaq, biz bunun həllini tapa bilərik. Tam da olmasa, heç olmasa qismən. Bəli. Bəli, telefon xəttimizdə tamaşaçımız xəttdən ayrıldı səbirsizlik olaraq. Tamam, yenidən qoşularsa alarıq. Buyurun, əlavəniz varmı? Demək, Araz doktor çox haqlı vurğuladı. Mən burada nə demək istəyirəm? Bu davranış pozuntularına səbəb olan amilləri necə biz edə bilərik ki, bunlar yaranmasın, ümumiyyətlə evladlarımıza necə diqqət yetirə bilərik? Buyurun, buyurun. Bəli, telefon xəttindən geri qayıdış etdi. Bizim Şəmkirdən telefon bağlantımız var. Eşidək sizi, axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir. Necəsiz, qonaqlarınızı salamlayıram, xanım. Axşamınız xeyir olsun. Buyurun. Mən 12 yaşlı qız nəvəm üçün müraciət edirəm. Qonaqlarınızı Elmir bəyə sualım budur ki, mənim 12 yaşında nəvəm var. O uşaq özünə qapanır, ağlayır, anasından ayrı durmur. Həmişə anasına deyir ki, mən öləcək, mən qoşuram, qəbirdə. Yəni, belə uşaq elində bu şeyləri anasına danışır. Canlanır anamız, qəhər... Təbii ki, 12 yaşında övladı ilə, nəvəsi ilə bağlı müraciət etdi. Bir nənə çağırışı idi, emosiyalara qapıldı, qəhər boğdu və danışa bilmədi. Redaktorumuzdan xahiş edəcəm ki, problemi sadəcə özünə qapanması var, hətta anasından belə uzaq durur, yaxın gedə bilmir. Yoxsa əksinə anasından uzaq dura bilmir, mənə elə gəldi. Mən axıra qədər eşidə bilmədim. Bəli. Aha, 12 yaşında. Tez-tez boğulması, ürək döyüntülərinin sürətli vurması var. Hətta, bəli, siz dediyiniz kimi anadan ayrı dura bilmir. Bəli, bəli. Nədir bu? Nə etmək olar? Tək gedə bilmir, ümumiyyətlə, heç bir yerə qorxusu var. Bəli, bütün ailədə təşviş içindədir, nə baş verir və ona edəcək köməkləri. Bəli, özünə qapanması, ciddi qapanması var. Sadəcə yalnız bir otaq seçir və daimi olaraq otaqda qalır. İnşallah doktorlarımız indi cavab verər. Buyurun. Demək, mən birinci Allah kömək olsun. Bunu çox alqışlayıram ki, nənə nəvəsi üçün narahatdır, maraqlanır, zəng edir, sual verir. Bu tədqirə layiq bir haldır. Çox böyük ehtimallə burada burada müxtəlif hansısa sosiafobiya mı, aqorafobiya ilə mı ağırlaşmış təşvişli depressiv pozuntudur burada. Çünki o təsvir olunan, baxın, indi mən biraz analitik, psixoterapevtik nəzəriyyələrə gedəcəm. Orada görürsünüz, o simbiyoz anadan uzaq dura bilmir. Ayrılıq təşviş pozuntusu. Bəli, bəli. Yəni burada düzdür, söz yox. Təbii ki, biz onu müayinə eləməliyik. Detallı müayinədən sonra, anamnez toplayandan sonra dəqiq diaqnoz qoymaq olar. Ondan sonra hansısa tədbirlər görmək olar. Sadəcə burada bir vacib məsələni ona görə vurğulayım ki, nə qədər tez müraciət eləsələr, bir o qədər biz onlara yaxşı, keyfiyyətli, qısa müddətə nəticə verən xidmət göstərə biləcəyik. Təəssüf ki, zaman keçdikcə hər bir problem ağırlaşır. Ağırlaşmaqdan əlavə fəsadlar verir, fəsadın fəsadı yaranır. Yəni, onun fonunda başqa pozuntular yaranır paralel. Əlbəttə ki, orada o ürək döyüntüləri də təbii ki, o təşviş, indi ola bilsin, hətta orada panik nəsə əlamətlər yaranmağa artıq başlayıbdır. Yəni, onlar da artıq qoşulmağa görürsünüz. Orada fobiya var, orada təşviş var, orada depressiya var, həyəcan, artıq panikaya keçmək istəyir. Təbii ki, indi biz hər sualları soruşa bilmirik, mümkün deyil. Üstəgələk elə suallar var, onu heç efirdə soruşmaq mümkün də deyil. Orada ailə durumu, valideynlərin münasibəti necədir, nə baş verir o uşağın ətrafında. Bunlar hamısı çox vacibdir. Yeganə bir də mən bunu xüsusilə vurğulayım.
seyr edən tamaşaçılar bilsinlər ki, zamanında gələndə biz dərmansız olaraq psixoterapiya ilə kömək eləyə bilirik və yaxud da çox ehtiyac olanda cüzi bir dərmanla yardım göstərmək olur. Amma yenə də əsas müalicə metodu bütün psixoloji problemlərdə olduğu kimi sadalınan problemlərdə psixoterapiya seanslarıdır. Dərman dəstəkləyicidir. Bir də onu bilin ki, bəzən görürsünüz, hər dəfə zəng edir tamaşaçılar ki, gediblər harasa, onlara deyir ki, sizi bahalı qan analizləri, beyni güya yoxlayırlar, hansısa xaricdən gəlmiş aparat avadanlıqlar, halbuki bu yalandır. Bunların heç birinin analizi filan yoxdur. Bunların hamısı ancaq psixoloji dəyərləndirmə, anamnez toplamaq, anamnez vitae, anamnez morbi, ətraflı o yaxşı olar ki, zamanı sonra itilmədən elə müraciət eləyin. Təbii ki, bizim elə bugün iştirak edən hər üç insan peşəkar insandır. Yetər ki, müraciət edək. Bizə növbəti telefon bağlantımız var. Moskvadan telefon bağlantımız var. Tamam, eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Mənim bütün o qonaqlarımı da salamlayıram. Elmir həkimi də, Araz həkimi də. Araz həkimi yanında mən dəfələrlə olmuşam. 3-4 dəfə olmuşum. Nəyi demək istəyirəm? Mən bunu bilmək istəyirəm, onlara bir sual verim ki, bu həyata maraq, bu orqanizmdə gedən perimetrlər, dopamin, serotonin bunlarla əlaqəlidir. Yoxsa bu xəstəlik başqa şeyin əlamətlərdir ki, bu insanda xəstələnəndə, yəni bu hansısa depressiya düşəndə, nəsə başqa birində bu xəstəliyin əlamətlər düşəndə, bunlar bu vəziyyətə düşür. Bunun əlaməti nədir? Bu hansı? Bu orqanizmdə olan dopamin, serotoninlə əlaqədardır, yoxsa bunlarda bu xəstəliyin özünə əlaqədardır? Həyatdan zövq almamaq, hansı orqanizmdə gedən xəstəliklər fonunda mı baş verir və yaxud da dediyi kimi dopamin çatışmazlığı fonundadır? Buyurun. Buyurun, Fərqət. Həyatdan ləzzət almamaq. Tamam, biz alacağıq, bir səbirli olsunlar. Biz hamımız buna cavab verə bilərik. Hərəmiz bəlkə biraz danışsın. Bəli, biraz yanaşmaya növbəti telefon xəttində tamaşaçılarımız gözləyir. Var, gözləyirlər. Tamam, siz cavablandırın təbii ki. Bəli, burada dopamin də, serotonin də, noradrenalin də, bütün bu ən azıdır. Nöromediatorlar böyük rol oynayır. Və bilirsiniz, indi bunu hamısını danışmaq üçün bunu 1-2 saatlıq leksiyadır bu. Bəli, bunların çox vacib rolu var, amma hansı nöromediator daha vacib rol oynayır hal-hazırda, onu təbii ki, mütəxəssis müayinə eləyəndən sonra daha dərin, daha yaxşı sizə deyə bilər. Təbii ki, qısa deyim, depressiyanın əlamətlərinin qoxusu gəlir. Çünki depressiyanın əsas əlamətləri var, əlavə əlamətləri var. Yəni, həkimlərimiz bunu bilir. Əsas əlamətlərindən biri həyatda zövq ala bilməmək, həyatda maraqın itməsi. Yəni, insanın xoş olan məşğuliyyətə aydın sürətdə baxırsan ki, tutaq ki, mən efirə gələndə, canlı efirdə özümü çox xoşbəxt hesab edirəm, artıq bunu ala bilmirəm. Demək ki, burada nələrsə var, amma yenə də tam olaraq aydınlaşdırmaq lazım ki, burada təkcə bu əlamətdirmi, yoxsa başqa əlamətdirmi? Və bu əlamət ən aşağısı xəstəliklərin beynəlxalq təsnifatına, düzdür, artıq bizdə xəstəliklərin beynəlxalq təsnifatına 11-də tam istifadə olunmasa da yavaş-yavaş qaydasına düşür. Orada da artıq verilir, hələ ki 10 istifadə edilir. Ona görə ən aşağısı 2 həftə boyu həmin vəziyyətdədir. Bu gün mənim keyfim yaxşı deyil, marağım yoxdur deyə mən depressiyadayım, yox, belə bir şey deyə bilmərik. Ona görə, bəli, doktorun qeyd etdiyi kimi, əlbəttə ki, orada nöromediatorların rolu çox böyükdür. Dopamin yoxdursa, zövq alma da yoxdur, təbii ki. Depressiyanın birinci ətraf maraq dairələrinin və zövq alma. Ona görə aydınlaşdırsınlar ki, mütəxəssisə müraciət etsinlər, depressiya, Hamilton, Beck və s. testlərdən istifadə edərək depressiya birinci aydınlaşdırsın və yaxud da ki, qoşa gedən başqa bir nələrsə varsa o da aydınlaşdırılsın və təbii ki, depressiyanı da endogen deyilsə, yəni irsi faktorlarla gələn depressiya deyilsə, onu çox rahat bir şəkildə mümkündür ki, hansı travmatik vəziyyətdən yaranıbsa, onu aradan qaldıraraq o depressiyanı aradan qaldırmaq olar. Maşallah ki də siz də necə bu sahədə uğurlusunuz və ağır depressiv durumda olan insanları tədavi edirsiniz. Təşəkkür ederim. Növbəti zəngdən qabaq qısa onu da deyim ki, bəli, dopamin, noradrenalin, serotonin və s. pozula bilər. Amma gəlin yaddan çıxarmayaq ki, reaktiv, Allaha da şükür ki, adətən reaktiv olur da. Çünki o endogen daha az rast gəlinir.
hər bir halda onu da Stress halda. yaranmağına səbəb psixoloji faktordur. Və nə qədər dərman dopamini, serotonini düzəltsə də o həyatı psixoterapiya ilə biz dəyişməsək, təkrar yenə ora düşəcək. Bəli, biz çox üzr istəyirəm, reklam fasiləsinə ayrılmalıyıq, amma bayaqdan bizim telefon xəttinə tamaşaçımız gözləyir. Sizin sualınızı alaq, amma cavablandırmanı reklam fasiləsindən sonra edəcəyik. Buyurun, eşidək sizi. Axşamınız xeyir olsun. Alo, bəli. Axşamınız xeyir olsun. Buyurun. Bizim sualımız psixoloqadır, xanım. Buyurun. Aha. Mən öz uşağımla bağlı narahatam. 7-ci sinifdə oxuyur. Uşağım məktəbdən gəlir, əsəbim. Səhər uşağımı dururam normal şəkildə. Naharın, yeməyin, geyimin, bütün şeyini təmin eləyirəm. Ağlaya-ağlaya, kobud rəftarla məni bu narahat eləyir. Məktəbdən gəlir həmçinə. Uşağımı qarşılayıram. Xoş gəldin oğlum, necəsən? Ana qurban, dərslərin necədir? Mən bilmirəm. Sunqa bir yana, paltar bir yana, kurtka bir yana, ya və indi. Oğlum, necə keçir dərsləriniz? Məni bu çox narahat eləyir. Bir də görürsən bir yumuşaq, bir həlim, bir həzim. Belə danışır. Çox narahatam. Nə atası elə bir insandır, nə babası. Bilmirəm, bu çatışmamazlıqdır. Ya və yaxud bu normaldır, bu keçid dövrü deyirlər. Həkimə aparmışıq, dəfələrcə qurdundan. Müəyyən vitaminləri çatışmır. Onunla bağlı. Tamam, təşəkkür edirik. Bu da bir 7-ci sinif şagirdidir. Səhərlər çox gözəl əhval-ruhiyyə ilə yola salıram. Məktəbdən qayıdışı isə tamamən aqressiv formada, yəni dağınıq formada formalarını, çantasını bir yana atmaz. Yəni nə baş verini anlamır. Cavab verək ya reklamlar? Buyurun, biz cavab verək, sonra reklam biraz vaxtımızı uzatlar. Təşəkkür edirik. Elə hər üçünüz münasibət bildirəsiniz. Ümumilikdə sual verək. Buyurun. Deməli, birinci onu deyim ki, əgər birinci xanımı salamlayıram, çox sağ olsun ki, evladı üçün bir qədər narahatdır, amma narahat olmasın. Həyatda yetər ki, müraciət edin və düzgün mütəxəssisə müraciət edin və nəticə olacaq, mütləqsiz ki, olacaq. Birinci məktəb psixoloquna müraciət edə bilərlər. Mən bilmirəm hansı məktəbdə oxuyur. Hər bir məktəbin şükür Allaha kində psixoloqu var. Yox istəmirlər, ailə psixoloquna müraciət etsinlər. Və burada məsələ nədir? Fikir verdinizsə, xanım danışanda deyir ki, səhərlər normal yola salıram. Demək ki, bu deməkdir ki, uşaqda ailə ilə bağlı bir problem yoxdur. Burada əslində uşaqda biz birbaşa deyə bilmərik, ya davranış pozuntusudur, ya nə bilim, başqa bir məsələdir. Amma mən burada bir fonda nə görürəm? Danışıq fonunda təbii ki, indi biz bir tərəfli münasibəti görürük. Sadəcə xanımın dediklərinə əsasən burada ümumi bir nəticə çıxarda bilərik. Bəli, ehtimal, konkret biri var, konkret bir nəticə, biri var ümumi aspektdə. Bəlkə evladı danışdırsaq, elə əstəğfurullah demək istəmirəm, bəlkə elə deyəcək, elə kökü buradan gəlir, da elə hər bitər gedirəm, orada hər şey yığılıb gəlir. Mən qısa bir şey deyim, bir dənə video var idi, mən onu göstərirdim. Uşağı ana vurur evdə və məktəbdə müəllim çağıranda uşağın qolunda iz qalıb və müəllim çağıranda elə bilir ki, bu müəllim eləcək. O uşaq elə bilir ki, üzünə gəldi o. Sonra başlayır üzünü gizlədir. Müəllim çağıranda elə bir müəllim də bunu vuracaq. Yəni bu şeylər də var. Bu fonda da ola bilər. Ola da bilər ki, məktəbdə şəxsiyyətlər arası münasibətlərdə hansısa problem var. Uşağın yaşına baxaq, 7-ci sinif. 7-ci sinif elə bu gün Elmir müəllimin təqdim etdiyi dissertasiya işi bu mövzudadır. Bunun yeniyetməlik dövründədir. Yeniyetməlik dövründə olduğu üçün ola bilər ki, orada öz yeniyetməlik dövründə də əsasən valideynlərdən çox öz həmyaşıdlarınla ünsiyyət qurmağa meyilli olurlar. Ola bilər ki, yeniyetmələrin belə bir sözü var, dostlarım, yəni bunlar üçün hamı dostlarımdır. Onların ola bilər ki, orada çox şeylər ola bilər. Onların arasında olan münasibətlər var. Orada ola bilər ki, uşaq sinifdə təkliyə məruz qala bilər. Ola bilər təhsilində hansısa problem var, təqdim etməsində çətinlik var. Ola bilər ünsiyyətində problem var. Yəni bunu xanıma biz bunu məsləhət bilərdim ki, qısa bir zamanda məktəbə mütləq getsin, məktəb psixoloqu varsa müraciət etsin və müəllimlərlə ünsiyyətə geçsin ki, bu uşaq özünü məktəbdə necə aparır və sonra artıq ev məsələsini danışsın. Xanımın sözündən belə çıxdı ki, yəni valideynlər evdə hər şey qaydasındadır, amma bəzən o qaydasında dediyimizin içərisində də bir nələrsə ortaya çıxır. Mütləq şəkildə psixoloqla ətraflı danışılsın və uşaq tək olaraq
psixoloqla mütləq şəkildə danışsın və ümumi nəticəyə gəlsin. Həyəcanlanmasın, hər şey yaxşı olacaq, inşallah düzələcək. Və ola bilər ki, həmən o məktəbdə, məsəl üçün, onun həm yaşlılarında, məsəl üçün, indi iPhone biraz yüksəkdir, bunda biraz aşağıdır, bu öz valideynlərindən narazıdır və ya hansısa bir qızla istəyir, romantik münasibət yaratsın, alınmır, o eləyə bilmir, o da gedir məktəbdə stres alır və streslə qayıdır evə. Agresiya üst üstə nəyin nəticəsində? Ödənilməmiş tələbatlardan da yaranır da agresiya. Ola bilər ki, odur. Çünki aclıq agresiya verir, susuzluq agresiya verir. Yəni, hər bir ödənilməyən tələbat insanda agresiya yaradır. Təbii normaldır. Yeganə çıxış yolumuz məktəblə əlaqə saxlayıb, oradakı övladımızın davranış hərəkətlərinin, gündəlik həyat tərzinin və dərsdə özünü aparmasını, dərsdə olan uğursuzluqlar da buna səbəb ola bilər. Yəni, birbaşa araşdırmadan başlayır. Sonra isə uşaq pedaqoq, psixoloqları, klinik psixoloqları, bizim peşəkar yetərincə insanlar var ki, onlara müraciət edin. Reklam fasiləsinə ayrılır. Qısa reklam arasından sonra yenidən müzakirəmiz davam edəcək. Reklam fasiləmiz bitdi. Müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, bugün uşaq yeniyetmələrdə və gənclərdə destruktiv pozuntular, davranış pozuntuları, yaranma səbəbləri, sonraki terapiya üsulları, profilaktikası haqqında danışırıq. Tamam, əgər bu haqda danışdıqsa, bu problem var. Artıq bizə olan zənglərdə də, ətrafda da ümumiyyətlə görürük, cəmiyyətdə də baş verir. Hər birimizin də müəyyən toplum, tanış çevrəmiz var, qonşular var, tanışlar var ki, bunlar reallıqda, gerçəkdə var, yox deyil. Bunların yaranma səbəblərinə təbii ki, toxunduq. İndi bizdən bir valideyn ordusu olaraq bir sual ola bilər. Yaxşı, bu nəzarəti biz necə bərpa edək? Nəzarət mexanizmi deyilən bir mexanizm varmı? Başlayaq elə sizdən, doktorlar da davam edəsin. Buyurun. Təşəkkür edirəm. Çox vacib, çox əhəmiyyətli bir sualdır. Nəzarət sistemini biz necə edə bilərik və necə edək ki, bizim evlatlarımız, bax, bugün biz müdafiəsinə toplaşdığımız o gözəl elmi iş, nə mənada gözəl elmi iş deyirəm, yəni, çünki bu məsələləri araşdırmaq, ortaya qoymaq, əhəmiyyətliyini bir daha vurğulamaq, insanları maarifləndirmək, bu çox vacibdir. Siz də çox sağ olun ki, mən MTV televiziyasının rəhbərliyinə də öz təşəkkürümü bildirirəm ki, belə gözəl maarifləndirici verilişlərlə xalqımızı maarifləndirir. Gözəl görürsünüz, analarımız, nənələrimiz, atalarımız öz evlatları üçün, doğmaları üçün narahatdılar və nələrisə də öyrənə bilirlər heç olmasa, vaxt az olsa da. Demək, belə bir sistem var idi, indi də var hal-hazırda Ailə Qadın Uşaq Problemləri Komitəsində. Uşaqları zərərli adətlərdən, zərərli vərdiş də demək, adətən vərdiş zərərli olmur. Onu indi başqa bir vaxt açıqlamasını verərəm. Çünki adətən adət olur əslində onlar. Çünki onlardan qoruyaq, necə qoruyaq bunları? Belə bir sistem qururlar. Hətta kitabçılar hazırlanmışdı və o kitabçılar da paylanılırdı. Uşaqların hələ kiçik yaşlarından, ailələrin çoxu edir bunu, hal-hazırda da edirlər. Onların hansı sistemə girirlər, hansı sistemdən çıxırlar, hardadılar, necədirlər, bunlara xüsusi bir nəzarət olur. Valideynin telefonuna gəlir o. Məsələn, məndə telefon var, tutaq ki, mən telefonla hara girdim, haradan çıxdım, bu valideynə məlum olur. Və yaxud da ki, valideyn elə edir ki, o uşaq ora lazımsız yerlərə girə bilmir. Məsələn, əvvəllər belə bir məsələ vardı bizim dövrümüzdə. Kino teatrlarında qabağında 18 üstəgəl və s. bizə icazə verilmirdi, fərz ilə efirdə olanda hər hansı nəyisi. İndi şükür Allaha, hər kəsin otağında bir televizor var, hər kəsin əlində bir telefon var. Yəni, bu demək ki, rahat bir şəkildə uşaq istənilən bir yerə çıxır və mən burada üzümü xüsusilə valideynlərə tutub demək istəyirəm. Təbii ki, hamısına aid deyil bunlar. Bəzi valideynlərimiz var ki, bilmirəm, rahatlıqları üçün deyim, ya sakit olmaqları üçün deyim, uşağın onu incitməməsi üçün deyim, yorulurlarım deyim və telefonu uşaq bir şey olanda verir telefonu ki, get oyna, mənim balam, get oyna. O mənim balam da girir orada, hər yerdə açıqdır, hara istəyir gedir və ona lazım olmayan yerlərə gedir. Burada bugün Elmir müəllim işində də çox müzakirə getdi. Aqressiv davranışı şərtləndirən amillər nədir? Gəlin baxaq. İcsi faktorları qoyduq qırağa. Təbii ki, icsi faktor varsa, burada olacaq. Amma onu şərtləndirən amillərin biri də onlar öz yaşlarına uyğun olmayan hər hansı bir orada kinolara baxırlar, nələrəsə baxırlar və uşağın yaşına uyğun olmayan tərzdə onda o davranışlar özünü bir üzə verir. Yəni, bu məsələlər var və yaxud da ki, internet qruplarda gedib nələrsə edirlər, lazım olmayan
bir yerdə nələrisə baxırlar və bu da nəzarət olmalıdır. İstər ailədə, istər məktəbdə, istər kənarda və doktor çox gözəl burada vurğuladı, Araz doktor ki, valideynin etdiyini də evlad təkrar edir. Əgər evdə hər hansı bir problem varsa, valideynlə evlad arasında və yaxud da ki, iki valideyn arasında hər hansı bir toqquşmalar varsa, ciddi bir problemlər varsa və bu da uşaqların gözü qarşısında gedirsə, o uşaqdan biz hansı bir düzgün davranış tərzi gözləyəcəyik. Çox nadir uşaq ola bilər ki, özünün məntiqi ilə ki, yox, bu düzgün davranış deyil, mən bu cür davranışı etməyim. Bu da çox az olacaq. Ona görə də bax, bunların hamısında xüsusi bir şəkildə diqqət yetirmək lazım. Deyəsiniz, zəngimiz var. Bəli, telefon xəttində tamaşaçımız bizi gözləyir. Buyurun, buyurun. Eşidək sizi, axşamınız xeyir olsun. Buyurun. Alo, axşamınız xeyir olsun. Doktorlarımızın hamısını da salamlayıram. Mənim sualım Elmir bəyədir. Biz 7-ci sinif şagirdidir, Münəvvəmdir. Bu küləgidən ildırım oldu, külək oldu. Girir yorğanın altına, başım bastırır, səsdən eşitmək istəmir. İnan ailədə oturub çörək yemək istəmir, keçir evdə yeyir. Akşam yatanda evin içindədir, daha üzdən bağışdığın, ayaq yolu, hamam getmir. İnan banka qoyur kravatının yanına. Bax, belə uşaqdır, bilmirik bu xəstəlikdir, amma elə ağıllı uşaqdır, qabiliyyətli, raftarı yaxşı. Bax, hava külək oldu, əlində telefondur, baxır ki, hava pisləşdi, bu uşağın halı dəyişir. Ancaq hava ilə səs götürmür, qorxur. İldırım çaxan kimi qorxur, İnan bəlkə də batırır, üzr istəyirəm dönə-dönə, o vəziyyətə qalır uşaq. Təşəkkür edirik. Təşəkkür edirəm. Cavablandıraq, buyurun. Demək, burada bəllidir ki, fobiya var. Çox güman ki, burada təşviş pozuntusu var. Təbii ki, müayinə edib daha dəqiq, daha detallı demək mümkündür. Ancaq bir şey deyim ki, adətən bu tip şikayətlər yaşı daha az olan uşaqlarda daha yüngül bir əlamət kimi qiymətləndirilir. Nəinki 7-ci sinif şagirdində təbii ki, bu heç olmamalıdır. Söz yox, yaşı az olanlarda da biz onu təbii ki, seanslarla aradan qaldırmalıyıq. Amma yaş çoxdursa, bunlar hələ qalırsa, demək burada başqa bir məqamlar da var. O məqamlardan da biri ola bilər ki, tamam gözlənilmədən, çünki orada bir vacib məsələ var. Çox hipersensitivlik var. Həssaslıq, yüksək həssaslıq. Yüksək həssaslığın arxasında bəzən elə maskalanmış tamam başqa bir şeylər. Bax, elə dopaminin fəaliyyəti ilə bağlı olan bir sıra, bilirsiniz, biz efirdə çalışırıq diaqnozları çox səsləndirməyək. Yəni, insanlar baxıb deməsin ki, məndə tutaq yıldırımdan qorxu varsa, demək bu o deməkdir. İstəmirəm belə bir nəticəyə gəlsinlər. Amma orada qorxudan, fobiyadan tam fərqli məqamlar ola bilər. Çünki o yüksək həssaslıq tamam başqa bir şeyin əlamətidir. Bax, o var. Həmin o küləkli havada və yaxud da şimşək çaxan bir yaşadığı bir travmatik hadisə də ola bilər ki, onu xatırlada bilər, deyil mi doktor? Orada söz yox, psixoloji travma, biz həmişə vurğulayırıq ki, travmanı görməzdən gəlmək lazım deyil. Bəli, heç kim düşünməsin, biz hər şeyi travma ilə əlaqələndirik. Və bəzən də hər dəfə deyirik ki, indiki cəmiyyətdə bəzən çox hər şeyə travma deyilər, halbuki çox travma deyil də. Amma travmanın da özünə məxsus rolu və qatqısı olur problemlərə. Və eyni zamanda da bilirsiniz, burada kompleks, ailəni təbii ki, həmişə mən deyirəm, yeniyetmələrlə, uşaqlarla işləyəndə mütləq valideynlərlə danışmalıyıq. Çünki onlar bizə çox vacib məlumatlar verə bilərlər. Meteo həssaslıq elementi burada varmı, yoxsa bu yanlışlıqdır, sadəcə siz gözəl dediniz, bəlkə o hava ilə bağlı bir hadisə olub, orada şuuraltı yapışqanlıq. Bəli, bir nəysə qalıb. Bəli. Ona görə də ətraflı müayinə edin. Peşəkara və mütəxəssisə yönəldin. Elə əgər ünvanlayırsınızsa, təbii ki, bizim peşəkar doktorlarımız da bugün sizin o 7 yaşlı övladımıza təbii ki, kömək etməkdə hər zaman hazırıq. Yetər ki, müraciət edin və gecikdirmədən zamanında müraciət edin. Növbəti telefon xəttimizdə tamaşaçını eşidək. Axşamınız xeyir olsun. Buyurun. Xanım, axşamınız xeyir. Mən həkimlərimizi salamlayıram. Elmir doktoru, Araz doktoru, o xanımımızı salamlayıram. Mən belə bir sual deyil, amma belə bir hadisədir. Yəni, bizim bir qohum var. Deməli, cavan oğlandır, çox əsəbidir, yəni aqressivdir, xəstədir.
Amma biz heç cürə onu elə bilin ki, həkimə apara bilmirik, gətirə bilmirik. Mən bilmək istəyərdim. Biz onu həkimlərdən soruşmaq istəyirdim. Biz onu həkimə necə gətirə bilərik? Belə bir təklif, nəsə bir məsləhət versinlər. Bir də ki, mən belə bilmək istəyirdim. Belə bir hələ bizim o Elmir doktorun hələ o söhbətləri, o danışıqları, özü bir həzin bir laylaydı, özü bir seansdır. Açığı biz ona qulaq asırıq. Elə bir seans alırıq da onun o söhbətlərindən, danışığından. Mən bir də bilmək istəyirdim ki, bir tanış var, o da elə bilin ki, xəstə adamdır, qadın xeylağıdır. Amma çox imkanı yoxdur da, kasıb insandır. Mən bilmək istəyirdim, ya Elmir doktor, ya da Araz doktor da, əgər mümkünsə, icbari sığorta ilə biz onun yanına müraciət edə bilərik. Xəstə insandır, gəlmək istəyir həkimə. Amma imkanı yoxdur da, çox xəstədir, imkanı yoxdur. Mümkünsə biz ona icbari sığorta ilə yaxınlaşa bilərdik, ya Araz doktora, ya da Elmir doktora, ikisindən birinə. Çünki onların biz savadına çox güvənirik. Çox xahiş eləyərdik, hər iki suala cavab verərdik. Birinci sualımıza da, ikinci sualımıza da. Çox sağ olun, təşəkkür edirik. Biz təşəkkür edirik zənginizə görə. Birinci sualı ilə bağlı yəqin ki bildiniz, doktor, onu necə onu cavablandırmanızı istəyəcəm. O ki qaldı ikinci çağırışınıza imkanı olmayan, təbii ki biz proqram olaraq, bu proqramın layihə rəhbəri olaraq elə həmin xanım da səhv etmirəmsə dedi, onun elə biz öhdələyərik, nədirsə müalicəyə gəlsin və tədavisidirsə, nə lazımdırsa biz onu edərik. Yetər ki, bir kimsəyə yardımımız toxunsun deyə, onun üçün narahat olmayın, elə həmin nömrə ilə əlaqə saxlayın. Birinci sual isə doktor, necə edək ki, həmin psixoloji durum içərisində əzab çəkən insanı həkimə gətirməyə sövq edə bilək? Bu çox çətin sualdır və bilirsiniz, bizim praktikada belə hallar tez-tez olur. Tez-tez olur. Burada ən birincisi, mən deyərdim ki, lazımdır bir şəxsən o insanla söhbət eləmək. Çox zaman olur ki, o özü başa düşmür, o bilmir. Bəli, o hesab edir ki, əgər onu həkimə aparırlarsa, deməli, o ruhi xəstədir. O hesab edir ki, onu mütləq xəstəxanaya qoyub qapını bağlayacaqlar. Və bəzi hallarda ola bilər ki, onda şübhələr var ki, onu izləyirlər, güdürlər, küçəyə çıxsa nəsə bir problem olacaq. Və burada ən birinci deyərdim ki, yaxşı olardı ki, həkim ya mütəxəssis, kimdirsə, psixoloq da elə həmçinin, onunla bir ev şəraitində görüşsün, onunla bir söhbət eləsin. Onu bəzi sualları ona açsın, aydınlıq gətirsin və bəlkə çox hallarda ən azından xəstə həkimin yanına getməsə də, amma evdə razı olar bir müddət hansısa bir dərman qəbul etmək və sonra biraz o qorxuları, həyəcanları keçib gedəndən sonra durub həkimə özü gedər. Belə hallarla biz tez-tez rastlaşırıq. O ki qaldı icbari sığorta ilə, xanım, icbarisiz də, sığortasız da nə zaman istəsəz gələ bilərsiniz. Belə hallarda heç bir problem yoxdur. Bəli, yetər ki, müraciət edək, bizdə nə lazımdırsa dəstəyimizi əsirgəməyəcəyik. Bizim xətlərimiz yüklənib telefon xətləri zəngləri ilə növbəti telefon xəttinə gözləyən tamaşaçı. Əgər ayrılmayıbsa, eşidək sizə. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir. Həkimləri də salamlayıram, xanım sizə salamlayıram. Mən yeniyetmə deyiləm, amma müəyyən yaşım var, 55 yaşım var. Amma bu məndə olan xəstəlik uşaqlıqdan olduğu üçün istəyirəm onu, yəni ki, bir açıqlıq gətirəsiz. Uşaqlıqda mən qaranlıqdan çox qorxurdum. İşıq qaranlığında dəhşətli dərəcədə qorxurdum. Bir də üzr istəyirəm, hamamda buğ məni çox dəhşətli dərəcədə qorxuya salırdı. Amma artıq görmüşəm, yəni 55 yaşım var, təhsil müəssisəsində işləyirəm. Mən bu xəstəliyə görə çox sıxıntı çəkirəm. Bir dəfə, 2 dəfə liftdə qalmışam, bir dəfə qapalı yerdə qalmışam. Bir də evə oğru girdiyi üçün artıq mənim qorxularım həddən artıq çoxalıb, mənim həyat şəraitimə, yaşayışıma, işləməyimə həddən artıq çox mane olur. Yəni, mən artıq tək qala bilmirəm. Çünki oğru evə gələndə mən səsdən oyandığım üçün artıq azadlıq evdə adam olsa belə, yəni adi səs məni çox diksindirir. Ürəyimin ritmi həddən artıq, elə bilirəm, artmiya belə yaranıb. Bir də ki, yenə deyəm, tək qalmaqdan qorxuram, qapalı yerə qarşı həddən artıq qorxudur. Qaranlıqdan artıq qorxmuram, yəni qaranlıqdan qorxmuram, amma tək qalmaqdan qorxmuram. Bunlara qarşı necə müalicə aparım, necə mübarizə aparım, get-gedə artır, həddən artıq. Yəni bu mənə çox mane olur.
İşdə də bunu özünü göstərir, evdə də göstərir. Xahiş edirəm, yəni buna bir açıqlama verin, yəni müalicə formasını deyin. Çox sağ olun, təşəkkür edirəm. Təşəkkür edirik biz. Buyurun Kamilə xanım. Axşamınız xeyir xanım. Əslində xanım 53 belə bir yaşı söz var, deyir, səhv 53 yaşı var. Yəni bu yaşacan birinci sual vermək istəyərdim ki, bununla bağlı hansısa bir psixoloqa, psixoterapevtə müraciət edibmi? Əgər xəttdən ayrılmayıbsa bizə deyərdi. Və etməyibsə mütləq şəkildə Xeyr, etsin. müraciət olunmayıb. Olunmayıb. Mütləq şəkildə etsin. Niyə? Xanımın saydıqlarının hamısı fobiyalardır və fobiya fonunda təbii ki, yəqin ki, təşviş də yaranır, başqa ikili xəstəliklər də yaranır, onun fonunda depressiya yarana bilər. İndi hələ yenə deyirəm, onu biz ətraflı müayinə etsək bunu bilə bilərik. Havadan heç nə danışmaq istəmirəm. Amma bunu yaratdığı fəsadları demək istəyirəm. Çünki artıq xanım orada qeyd edir ki, tutaq ki, oğru girdi və yaxud da ki, tək qala bilmir. Yəni bunların hamısı insan psixikasına birbaşa zərbə vuran amillərdir. Yəni tək olanda nəsə olacaq, necə olacaq deyə düşünə bilər və bunlar onlara təsir göstərə bilər. Özü-özündən nə metodlar deyə bilərdim, amma mütləq müraciət lazımdır. İndi ola bilər ki, bilmirəm insanın vəziyyəti necədir. Özü relakslar edə bilər, internet səhifələrində də var və yaxud da ki, bax, elə şəxsən mən özüm canlılar açıram, elə inşallah bu yaxından fobiyalarda qoymalıyam orada mövzu olaraq. Oradan da yararlana bilər. Elmir müəllim də elə bildiyim qədər canlılar açır, Araz doktora müraciət edər. Yəni, müraciətlər də edə bilər, biz də kömək edə bilərik. Mütləq o klastrofobiyanı da, tək qalmaq da, hamısı bunlar dediyim kimi fobiyalardır və bunları aradan qaldırsın ki, o insan rahat olsun. Amma həyatda yəni, bir şey deyə bilərəm ki, bax, bu xanımın saydıqlarından şəxsən mənə də müraciət olub, inanıram ki, sizlərə də müraciət olub və çox şükür Allaha ki, çox yaxşı nəticə alınıb. Amma bir şey də demək istəyirəm, yəni xanımın fonunda, xanımın timsalında bütün tamaşaçılarımıza demək istəyirəm ki, müalicəni başladınızsa, bəzən bir seans gəlirlər, harasa gedirlər, mən olmayayım, Elmir müəllim, Araz müəllim, fərqi yoxdur. Harasa müraciət edirlər və sonra dayandırırlar. Mən həmişə zarafatca belə bir söz deyirəm ki, biz üzdə olan insanıq da, səhər efirdə göstərəcəksən ki, o insanın qəbuluna getdim. Mən fobiyadan qutara bilmədim. Efirdən öncə də sizlə danışdıq. Bir seansa bu istisnalar ola bilər. İnsanın fərdi psixoloji xüsusiyyətlərindən asılı olaraq, ona verilən travmadan asılı olaraq, hansı neçə illər keçib ortada, ilk dəfə təzə qazanıb bunu, illər mi keçib, bunlara baxaraq ola bilər. Amma heç də bu o demək deyil ki, bir seansa bəzən çıxıb efirlərdə həkimlər deyir, bir seansa hər şeyi bitirirəm. Amma sonra reallıq yanında görürsən ki, bitirə bilmir. Bir seans sözdə, bir kursda yox, bir seans. Bəli, ona görə xahiş edirəm ki, xanım müraciət etsin və bunlar, xanım onu deyə bilərəm ki, qutara bilən bir şeylərdir və narahat olmasın, rahat yazsın. Elə buradan hər üçümüz, siz də 4 insan, psixoloq, psixoterapevt, hər birimiz ona gözəl bir enerji göndərdik. Bu gecə rahat yatacaq, çox ona əmin ola bilər. Müalicəsi olmayan, qorxunc bir gedişat deyil. Yetər ki, müraciət edin, fobiya psixoloji bir pozuntu kimi sayıla bilər. Amma mütəxəssis yanında onun müalicə və terapiyasının həll olunmasından təbii ki, tam arxayın ola bilərsiniz. Əlavəniz yoxdursa, bizim növbəti xəttimizdə tamaşaçımız Tamam, zəng edib efirə qoşulmaq istəməyən tamaşaçılarımızdan da xahiş eləyək. Biz indi xahiş eləyir, bizdə yuxusuzluqla bağlı problem yaşayır. Bu, hansısa bir pozuntunun fonunda baş verər. Yuxusuzluğun ən qədər səbəbi ola bilər. İndi biz konkret yuxusuzluq üzərindən nə danışaq? Bilirsiniz, yuxu pozuntuları adəti üzrə praktikada biz görürük ki, bu düzdür, ola bilər ki, rejimin uzun müddətli və ciddi pozulmağı ilə də bağlı olar da. Amma adətən, əgər görürsünüz, insan rejimini də qurmaq istəyir, çalışır da, cəhd eləyir də, ancaq alınmırsa, çox vaxt onun arxasında ya maskalanmış depressiya durur, ya da gizli təşviş həyəcan pozuntusu. Və indi mən bunu 100% demək istəmirəm, çünki müayinəsiz demək olmur. Adətən mən görürəm ki, o adam ki, uzanır yatmağa, beyninə düşür. Obsessiv pozuntu da ola bilər, doktor. Durmadan onu beynində düşündürə bilər və o da qoymur onu yatmağa. Bəli, yuxuya getmək anında yadına düşür, keçmişdə falan olmuşdu, falan kəs belə demiş, gərək belə cavab verir. Bu adətən o ruminasiya simptomu, o maskalanmış depressiyadır olur. Və ya amma o insanlar ki yatır, gecənin bir aləmi o mahnında kimi durur, əyləşir və yuxuya qayıda bilmirsə, adətən bu gizli təşvişdə olur. Amma bu demirəm, amma həmişə belə olur. Bəli. Onu müayinə eləmək lazımdır və bir vacib məsələ qətiyyən o spesifik yuxu gətirən preparatlar var, ancaq yuxu üçün adlarını çəkin, onlara meyilli olmayın, çünki onlar davamlı yuxu pozuntusu olan insan üçün deyil. Onlar
qısa müddətli və adətən hətta doğrudan da yuxu problemində dərman istifadə eləmək olarsa da, yenə də o dərmanlar olmalı deyil, biləsiniz. Amma ən yaxşısı əgər dərman başlanılacaqsa, təbii yuxu gətirən bir, indi onun adını, melatonin bu təbii bir maddədir insan orqanizmində, elə bir tərkibli preparatdan, amma yenə də psixoloji olaraq rejimi biz qurmalıyıq, psixoterapevtik, psixoloji olaraq düzgün rejim və o rejim qurmaq da bəzən tez yat, tezdir, onu hamı bilir, yəni onsuz da onu eləyə bilsə eləyər də insan. Orada başqa insanın, hər bir insanın o kör ləkə deyirik biz, necə ki gözün sinirlərindəki var, damarlı, o reseptorlarla bağlı. Eləcə də bizdə belə bir metafora ilə desək, belə bir anlayış var ki, insan öz həyatında baş verən hər şeyi zaten bilsəydi, görə bilsəydi, onlar olmazdı. Amma mütəxəssis olaraq indi biz analiz eləyəndə bəlli olur ki, tamam başqa bir şeylər var və onun da öz protokolu var və bayaq Kamilə xanım gözəl dedi, nə qədər vaxta sağalır, biz protokolla işləyirik. Daxil olun, baxın, görün, beynəlxalq protokol nə deyir? Ona uyğun, sonra yəni o danışanlar var ki, o bir seansa həm sizin probleminiz həll olacaq, həm üzr istəyirəm, inəyiniz bala dünyaya gətirəcək, toyuğunuz yumurtayacaq, nə bilim də nələr, 3-cü dünya müharibəsi dayanacaq, Marsda gedib evlər tikəcək, onlar nağıllardır və mütəxəssislər də çox qıcıqlandırır. Elə dələduzların iddiaları. Müalicələr var psixologiyada, elə obsessiv kompulsiv pozuntunu 10 seansa, 5 seansa müalicə edirəm deyənlər var. Halbuki protokol üzrə 1 il üzərindən müalicələr gedən gedişatlar var. Çox təəssüf edirəm ki, efir vaxtımızın bitməsinə 3 dəqiqəmiz qaldı. Bəli, necə gəldi, necə getdi bilmədik. Sonda hər birinizdən qısa bir cavab istəyəcəm. Ümumiyyətlə, biz bugün danışdığımız davranış pozuntuları ki var, təbii biz bunun terapiya üsulları, bu haqda müalicə üsullarına toxuna bilmədik. Qısaca olaraq sizdən son cavab alım. Doktor, ümumiyyətlə bunun müalicəsi varmı? Terapiya üsulu necə aparılır? Çox qısa, çox xahiş edirəm. Bəli, davranış pozuntularının çoxsunun müalicəsi tam şəkildə var. Müalicə dərəcəsindən asılı olaraq, təhlükəsindən asılı olaraq preparatlarla və çox vacibdir psixoterapiya. Bəli. Doktor, buyurun. Bəli, mən istəyirəm bunu hamı bilsin ki, bütün psixoloji problemlərin əsas müalicəsi psixoterapiya seansıdır. Sırf reaktiv olan biz deyirdik də əvvəllər. Reaktivlərin onsuz da elə yeganə və əsas müalicəsi odur. Amma hətta bioloji endogen proseslərdə belə dərman istifadə olunsa da yenə yanında psixoterapiya seansı aparılmasa, nəticə qalıcı olmayacaq. Sonra deyəcəksiniz ki, dərmanı saxladınız, problem geri qayıdır. Çünki lazımi protokolla psixoterapiya seansı keçilməyibdir. Bəli. Bəli, buyurun sizdə Kamil. Demək, çox haqlıdır. Mən də istəyərəm hər kəs bilsin. Ümumiyyətlə, birinci çalışmaq lazımdır, vəziyyət çox ağırlaşmasın. Hər şey bilirsiniz, adi hər hansı bir xəstəliklə başlayanda biri var ki, artıq zamanı çox gecikib, biri var ki, başlayıb. Bunları da yenə öhdəsindən gəlmək olar, amma biraz çətinlik törədəcək. Bunu mən açıq deyirəm. Elmin müəllim qeyd elədiyi kimi də deyək ki, gələn kimi hər şey düzələcək. Yox, bu belə olmayacaq. Uzun çəkə də bilər, uzun proses gedə də bilər. Amma dediyim kimi, fərzlə seanslar yarımçıq qalacaqsa olmayacaq. Məsələn, sual verir ki, mən neçə dəfə gələcəm? Yəni, mən neçə dəfə gələcəmsə, bunu heç kəs deyə bilməz. Mən onda qayıdıb sual verirəm ki, yaxşı, sən deyirsən ki, sən neçə seansa qutaracaqsan? Mən deyə bilərsən, mən buradan evimə salamat gedəcəm. Deyir ki, mən hardan bilim? Deyirəm ki, yəni mən öhdəmə düşəni şey edirəm. İnsanlar fərqlidir, münasibətlər fərqlidir. Sən burada tutaq ev tapşırıqları verilir də, terapiya üsullarından bilirlər həkimlərimiz. Bu ev tapşırıqlarını gedib eləyəcəksənmi? Özümün münasibətin nə olacaq? Sənin evdə davranışın nə olacaq? Tutaq ki, sən hər hansı bir pozuntu ilə mənə müraciət edirsən və gəlirsən mənim yanımdan çıxıb gedirsən uşaqlarla bir yerdə, öz dediyin kimi də və yenidən hansısa bir nəyəsə doğru yönəlirsiniz. Burada axı biraz çətinliklər var. Məsələn, onlara biz müəyyən terapiya üsullarından istifadə edirik, müəyyən təlqinlərdən istifadə edirik. Artıq bəzən məcbur oluruq ki, o təlqinləri ki, artıq özündən asılı olmadan o davranışı sözün əsl mənasında unutsun ki, biz də etməsin. Yəni, internet asılılığı və s. və yaxud da ki, müəyyən oyunlardan istifadə oluna bilər. Dediyimiz kimi, çox üsullar var, terapiyalar, çox şükür Allaha ki, bugün psixoterapiya sonsuzdur və ona görə də heç vaxt ruhdan düşməyin, amma evlatlarımıza diqqət yetirək ki, sonradan gecə olmasın, evlatlarımızla dost olaq ki, evlatlarımızın bugün atdığı addımlardan xəbərimiz olsun ki, səhərsi gün gecikməyək və heç vaxt heç nəyin
gec olduğunu düşünməyin. Yetər ki, sağlam olun. Hər birinizə uğurlar arzulayıram. Bəli, hər birimizə sağlam can, sağlam ruh və sağlam düşüncə arzuluyuruq. Bəzən də sağlam düşüncəmiz elə bizə sağlam seçim və sağlam qərar verməkdə birbaşa yardımçıdır. Hər birimizi, sizi də hər birinizi dəvətimizi qəbul edib gəldiyiniz üçün dərin təşəkkürümü bildirirəm. Bugünlük bu qədər. Sabah yenidən görüşmək ümidi ilə. Salamat qalın.